Xəbər Az kanalı olaraq son dəqiqə xəbərini sizlərə çatdırırıq. Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardımda pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi. Bu sözləri Axar Azra millət vəkili Vüqar Bayramov pensiyaçılara bu ildə əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə bununla bağlı Milli Məclisdə təklif səsləndirilib. Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O pensiyaçılara bu ildə əlavə 200 manat veriləcək. Mühüm açıqlama cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir.